Samuel vaxtınız xeyir. Bugün sizə torrentdən fayl yükləməyi göstərdim. Eynilə də hansı torrent fayllarını, yəni da hansı torrent proqramını istifadə etməlisiniz, hansı şeyləri etməlisiniz, hansı saytlarda yükləməlisiniz, bu barədə sizə məlumat vermək istəyirəm. Yəni, bilavasitə qeydiyyatdan keçə bilərsiniz bu saytdan, özünüz də məsələn, qeydiyyatdan keçib bir sürü var, axtarışlar edə bilirsiniz. Yəni, sayt içində axtarış etmək ilk növbədə sizə lazım olan şey, necə deyərlər, qeydiyyatdan keçməkdir, amma məsləhət özü, yəni bilavasitə buradan da məsələn edə bilərsiniz. Və bu saytlar nəyə görə mən bu saytı istifadə edirəm, onu da izah edim. Burada məsələn, belə deyim də, gördüyünüz kimi nə qədər rəylər və s. var. Altda birincisi isə forumu olduğuna görə, həm forum, həm tədqiq paylaşıldığına görə, burada bilavasitə sizə topiklər və s. olub, hamısı gerisinə və açıqda yaşayıbdır. Aşağı düşdüyünüzdə məsələn izah edir, məsələn buna cavab verib düşər. Yəni bir-birinə həm kömək olurlar, nəsə problem yaşadıqsa girib yazıb kömək dəstək ala bilirsiniz. Plus da nəsə virus çıxdıqda və s. daxil olub onu silə bilirsiniz. Məsələn bir şey yükləmədən də əvvəl, məsələn burada tarix var. Baxın bu tarixə, məsələn bu 1 il 7 ay əvvəl paylaşılır. Və siz çalışın ki, bu paylaşılan tarixə diqqətlə baxasınız. Yeni paylaşılan faylları yükləndir. Çünki yeni paylaşılan fayllar bilavasitə seçdim bunu, yükləməyə başlayır. Bu hardasa təxminən, yəni sürətli yüklədiyinə görə mən normalda torrent edirəm. Məsələn, həm də təhlükəsizlik cəhətdən də belə deyərdim ki, yəni mən daha çox torrentdən yüklədiyim, yəni bu saytdan yüklədiyim bütün faylları güvənliyim üçün mən bilavasitə torrenti seçməyə üstünlük verirəm. 16 paranoia-filled days later. Faylımız yüklənib qurtardı. Mən bunu quraşdıracağım. Bunu eləyən vaxtı, əgər məsələn belə deyim də, diqqət etməli olduğunuz əsas məqam, təkrar deyirəm, daxil olun, yəni real zamanda yoxlanışı söndürün, daima söndürün. Giriş yeri təkrar göstərirəm. Fərq yoxdur, yəni belə deyək, ayarlara daxil oldu, sazlamalar Azərbaycanlı. Gəldiniz bura, Windows təhlükəsizlik. Buradan açırıq ki, Windows təhlükəsizlik birincisi daxil oluruq. Mevsi daxil oldu, oraya yazdıqlarında yoxlamış, bunu söndürü sağ. Neyse, daxil oluq da, 2 dəfə kilitləyirik. Açıldı, açılan baxdı. Şimdi burada maraqlı şeylər var. Gördüyünüz kimi, daxil oluq bura, disk formatında açılır. Deploy seçdik. Yükləməni seçdik. Dil olaraq, yəni Türk dili də olmalıdır, amma deyəsən yoxdur, bilmirəm. Yoxdur. Bəzi versiyalarda Türk dili var, amma bunda yoxdur. Ola bilsin ki, son versiyada 2025-də falan var, deyəsin. Amma mən yüklədiyim 2024-də var idi, əvvəl dildən. Neysə. Amma ingiliscə seçməyiniz məsləhətdir. Nəyə görə? Çünki normalda nəsə sizə lazım olduqda ingiliscində axtaracağınız üçün ən optimal variant əlbəttə ingiliscə. 2000 years later. Burada bizim Premiere olmuş. Artıq işləyir. Bir proyekt elədikdən sonra info proyekt adı test qoyaq. Və budur. Aktivdir. İstədiyiniz kimi bu formada işlədə bilərsiniz.